Təyyar, keçli yotu yığanda tam gəl buralardan yığ, o qayalardan. Gedib düşmüsən dəllərə. Nə var dəllərdə? Bir gün qalacaqsan, Allah and olsun, orada Kənanın əlində əllərdə deyəcəyəm sənə. 2 dənə qırma buraxacaq damızdan, gedib girirsən kişinin ərazisine. Gəl yine görürsən ki, keçi otlayan yerlərdən yığ. Qaya keçli yotusu əli düşmür, ancaq qayalar. Qaya keçli yotusu kimdə? Həsən Dağlıda. Sizi bax, zirvələrdən salamlayıram, əziz bu qayaların keçli yotusunu yığıram mən. Takipçilərim üçün, klientlər üçün, kim istəsin ancaq qayalardan yığılmış Həsən Dağlı'nın səhifəsinə müraciət edə bilər. Görün, nə gözəl yerlərdən yığıb götürürəm bunu siz üçün. Gedib o Azərçay kraska ilə azdır çay içdiniz. Bütün gedir yatırıb böyrəklərimizə kraska damızı. İçin bu keçli yotu ilə çay təmiz dəsin bütün mədə, bağırsaq böyrəklərimizi. Ama soğuq deyməli çıxamadır ha bu keçli yotu. Bu keçli yotu ondola Allaha qızıldır, qızıl. O da küləkdir, küləkün ağzını aça bilmirəm. Köməkçidəki əli kimə Sumqayıtdan, nasosla lazım olsa əli çatdırır, Yasamaldan da mən. Kimə lazım olsa direktdə yazsın, nasoslu Sumqayıt nömrə verəcəyəm, əli verəcək. Yasamalda da ki, türkü məsəli oradan söhbətləri bizlik. Halal nemətlər. Sağ olunuz, var olunuz. Bütün takipçilərimi buradan salamlayıram. Yanmadan takip atın mənə. Çox gözəl yerləri çəkib sizə göstərəcəyəm. Halal nemətlərdəki Həsən Dağlı. Sağ olunuz, var olunuz. Təyyar. Qoşul mənə Təyyar. Təyyardan heç kəs ot almasın. Vallahi bir köpürük ot deyil Təyyarın otları.